Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizə təqdim edəcəyimiz sınaq MİQ-in çərçivə sənədi üzrə hazırlanıb və qəbul sualları tipindədir. Siz nəzəri hissəni öyrənirsiniz, amma onu praktikada da tətbiq etmək daha yaxşı formada imtahana hazırlaşmağınız üçün vasitədir. Yəni bu cür sınaqlarla siz praktik bacarıqlarınızı da formalaşdırmış olursunuz. Əgər bu video izah sizə yararlı olacaqsa, o zaman ətrafınızdakı dostlarınızla, tanışlarınızla video izahı paylaşın ki, hər kəs bu izahlardan yararlana bilsin. Gəlin, vaxt itirmədən keçək sualların izahına. Deməli, birinci sualımız belədir. Yanlış fikri müəyyən edin. Müəllim ilə şagirdlər arasında qurulan sistemli və konstruktiv əks əlaqə şagirdlərin özünü qiymətləndirmə bacarığını və məsuliyyət hissinin formalaşmasına müsbət təsir göstərə bilər. Əvvəlcə qələmimizi götürək. Bəli, A variantı doğrudur. Deyirsiniz, ay müəllim, bəs özünü qiymətləndirmə nəyə görə? Çünki müəllimin şagirdlə bir reflektiv sual cavab etməsi onda özünü qiymətləndirmə bacarığı da formalaşa bilər. Məsələn, müəllimin şagirdə yaxınlaşması, sən bu gün özündə hansı dəyişiklikləri hiss etdin, sən bu gün nəyin olmasını istəyərdin. Bunlar hamısı insanda özünü qiymətləndirmə bacarığını formalaşdırır. Yəni A variantı düzdür. Daha doğrusu A variantının qarşısına üstəgəl qoyaq. Dərs prosesinin interaktiv təşkili yalnız motivasiyanı artırmaqla məhdudlaşmamalıdır, həm də şagirdə əməkdaşlıq, problem həll etmə bacarıqlarını da inkişaf etdirməlidir. B variantında da səhv yoxdur, düzdür. Müzakirə prosesinin gedişatını pozan şagirdin davranışları onların təlim nailiyyətini qiymətləndirərkən nəzərə alınmalıdır. Müəllimlər, yadda saxlayın. Ümumiyyətlə, müəllim şagirdin davranışı, biz bilirik ki, şagirdin təlim məqsədinə nə qədər çatıb-çatmadığını yoxlamaq üçün aparılır. Şagirdin davranışı proses zamanı əgər meyar şəklində şagirdə verilmədisə, biz onu artıq qiymətləndirə bilmərik. Məsələn, tutaq ki, mən qrup işi aparıram, bu qrup işində meyarlar qoyuram, əməkdaşlıq, ünsiyyət bacarığı. Əgər şagird bunun yönündə nəyisə pozubsa, onun belə deyək də, sosial bacarıqları düzgün təqdim etməyibsə, o zaman mən onun qiymətləndirilməsində nəsə edə bilərəm. Amma şagirdin ümumi davranışının qiymətinə təsir etməsi fikri doğru anlayış deyil. Deməli, çıx qoyuruq burada. Digər variantlara da baxaq. Şagirdlər informasiyanı yalnız təqdim edilən materialı qavramasına görə deyil, əldə etmə yollarına görə də fərqlənirlər. Bəli, bu da doğrudur. Yəni, həm şagirdlər, elə şagird var ki, informasiyanı vizual şəkildə, elə şagird var, audio şəkildə qəbul edə bilir. Təqdim etmə yolları da müxtəlif ola bilər. Məsələn, şagird var, şəkil çəkərək istəyir ki, öyrəndiyini təqdim etsin. Şagird var, istəyir ki, nəzm formasında təqdim etsin və s. Təhlükəsiz və dəstəkləyici sinif mühiti şagirdlərin risk götürmə, sual vermə və səhvdən öyrənmə davranışlarına təşviq edir. Bu da doğrudur. Y variantda doğrudur. Bir daha deyirəm. C variantının yanlış olma səbəbi biz şagirdin davranışına görə onun qiymətini aşağı və yaxud da yuxarı qaldıra bilmərik. Başa düşdünüz? Şagirdin bu gün qiymətləndirilməsi təlim məqsədinə görə aparılır. Əgər mən yenə də deyirəm, əgər sosial bacarıqları meyar olaraq şagirdə təqdim etsəm, şagird bu sosial bacarıqlardakı göstərilən meyarlardan hər hansı birinə əməl etməsə, onu da bizə testə verməlidir. Yəni, açıq, aydın şəkildə bizə testə verməlidir, mütləq şəkildə. Verməsə, mən onda bu sualın cavabını doğru götürə bilmərəm. Növbəti isə ikinci suala keçirik. Bu sual tipi də istər MİQ olsun, istər sertifikasiya olsun, yəni müəllimlərin qarşısına çıxan sual tiplərindən biridir. Bu tipli suallarda diqqətli olun. Sizdən konkret nəyin istənildiyinə baxın. Nə istəyir test sizdən və siz testdə nəyi tapmalısınız? Deməli, siz 8-ci sinifdə bədii obraz və xarakterin formalaşması mövzusunu keçirsiniz. Bədii obraz və
xarakterin formalaşması. Dərs zamanı şagirdlərdən biri sizə sual verir. Müəllim, niyə bəzi əsərlərdə obraz həm müsbət, həm də mənfi xüsusiyyətlərə sahib ola bilir? Yəni obraz ancaq müsbət və yaxud da ancaq mənfi olmamalıdırmı? İndi müəllim də istəyir ki, dərsi daha maraqlı etsin, şagirdləri düşünməyə təşviq etsin. Deyir, hansı bacarıq bu addımı göstərir? Yəni müəllimin hansı metodik səriştəsi şagirdi düşünməyə sövq edər? Dərs ərzində müəllim dərsi izah edəndə şagird müəllimə bir açıq sual verir. Amma müəllim də istəyir ki, dərs şagirdlər üçün maraqlı olsun və şagirdləri bu sual vasitəsilə düşündürsün. Davam edirəm. Deməli, birdə deyir ki, obrazın mürəkkəbliyi və real ədəbiyyat haqqında qısa təqdimat hazırlayıb anlayışı izah edərsiniz. Baxın, kim elədi bu təqdimatı? Müəllim elədi və mürəkkəb obraz haqqında şagirdə nəyisə təqdim elədi. Yəni, bu şagirdin düşünməsini stimullaşdırmaz. Şagirdləri qruplara bölərəm, müxtəlif əsərdə obrazları təhlil etmələrini tapşıraram və orada həm müsbət, həm də mənfi xüsusiyyətləri müqayisə etmələrini tapşırıq verərəm. Bəli, yəni müəyyən obrazları şagirdlər götürür və bu obrazları müqayisə edərək onlar əsərdə niyə bir obrazın mənfi, bir obrazın müsbət olduğunu belə deyim, özləri müzakirə edərək tapa bilərlər. Mən içini götürürəm. Şagirdlərə bu suala yazılı cavab hazırlamaq üçün ev tapşırığı verərəm. Təbii ki, 3 də doğru deyil, doğru yanaşma deyil, yəni dərs halında olmalıdır bu. Dərsdə şagird sual verib və müəllim də bizə yuxarıda deyir ki, düşündürmək istəyir uşaqları. Şagirdlərə bir hekayə üzərində müəyyən obrazın mənfi müsbət xüsusiyyətlərini izah edərsiniz. Baxın, yenə də kim izah edər? Siz izah edərsiniz. Ona görə 4-ü də götürmürəm. Müxtəlif əsərlərdən nümunələr təqdim edərək müzakirə apara bilərsiniz və şagirdlərlə birlikdə mürəkkəb obraz anlayışının səbəbini araşdırarsınız. Bəli, 5-də mənim doğru variantımdır. Cavab oldu Y variantı. Davam edirəm. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyəndə hər iki tərəf bir-birini təsdiq etməlidir. İndi baxaq. Qiymətləndirmə şagirdlər üçün müəyyən qədər emosional təsir daşıyır. Doğrudur, amma qabağında yanlış yazılıb. Mən bunun üstündən xətt çəkirəm və bunu izah edirəm. Müəllimlər, məsələn, baxın, müsahibənin ən məşhur suallarından biridir. Formativ qiymətləndirmə şagirdə psixoloji təsir edə bilərmi? Bəli, edə bilər. Məsələn, formativ qiymətləndirmədə müəllimin şagirdlə qurduğu o destruktiv əks əlaqə şagirdin psixologiyasını alt-üst edə bilər. Qiymətləndirmə emosional xarakter daşıya bilər. Məsələn, bəzən olur ki, summativ qiymətləndirmədə və yaxud da kiçik summativdə şagirdin aldığı qiymət onun psixologiyasına təsir edə bilir. Bu baxımdan deyir ki, emosional təsir daşıyır. Şagirdlərin təhsil səviyyələrini hansı nəticələrlə başa vurması üçün, aydın təsəvvürün yaranması üçün 4, 9, 11-ci siniflərdə bütün fənlərdən böyük summativ qiymətləndirmə keçirilir. Müəllimlər, içini həmişə qeyd edin, qəbula düşən sual tiplərindən biridir. Bəzən müəllimlər bunu yekun qiymətləndirmə ilə səhv salırlar. Amma həqiqətən də bu summativ qiymətləndirmənin tərifi içərisində yer alan cümlələrdən biridir. Şagirdin təhsil səviyyəsini necə başa vurmasını biz BSG ilə apara bilirik müəllimlər. BSG ilə yoxlaya bilirik. Qiymətləndirmə yalnız nəticəni deyil, həm də öyrənmə prosesini əhatə etməlidir. Əslində doğru fikirdir. Burada da yanlış yazılıb. Üstündən xətt çəkirəm. Obyektiv qiymətləndirmə üçün müəllimin subyektiv təcrübəsi əsasdır. Baxın, yanlışdır, yanlış. Qarşısında da elə yazılıb yanlış. Ona görə mən 4-ü götürürəm. Çünki bu düzgün fikir deyil. Müəllimin subyektiv rəyi yox, obyektiv rəyi lazımdır şagirdə. Məsələn, mən düşünürəm ki, şagird belə ola bilər. Xeyr, mən düşünürəm yox. Nə görürsən, şagird necədir və sən onu obyektiv şəkildə qiymətləndirməlisən. Cavab 2, 4, D variantı. Davam edirik 4-cü sualımızla. Müəllim heterogen sinifdə müzakirə apararkən eyni mövzunun fərqli tədris üsulları və metodları ilə izah edir. Heterogen qrup nə deməkdir? Orada müxtəlif səviyyəli uşaqlar olur. Homogen eyni səviyyəli uşaqların bir yerə toplaşmasıdır. Heterogen qrup isə müxtəlif səviyyəli uşaqların bir qrupa toplaşmasıdır.
Daha sonra bu yanaşma nəticəsində müxtəlif öyrənmə tiplərinə malik şagirdlərin fəal iştirakı təmin olunur. Buna baxmayaraq, yenə də bəzi şagirdlər diqqətdən kənarda qalır və onların fərdi ehtiyacları tam təmin olunmur. Bu situasiya aşağıdakı pedaqoji yanaşmalardan hansı ilə ziddiyyət təşkil edir? İndi gəlin mən sizə belə bir söz deyim. Bəzən tələbələrə pedaqoji yanaşmaya ziddir sözü biraz çətin gəlir. Elə bilirlər ki, burada gedib 100% hansısa bir nəzəriyyəni tapmalıdırlar və yaxud da nəsə olmalıdır. Gəlin pedaqoji yanaşmanın nə olduğuna baxaq. Baxın, sizə kimsə sual versə ki, müəllimin pedaqoji yanaşması necə olmalıdır? Nə deyərsiniz? Yəni müəllimin müəllimlik fəaliyyəti necə olmalıdır? Loru dildə belə deyək. Müəllim diferensiyanı təmin etməlidir. Müəllim qərəzli yanaşmamalıdır. Müəllim fasilitator olmalıdır. Müəllim şagirdin həm nailiyyətini düzgün qiymətləndirməlidir. Təlim məqsədləri baxımından onun nailiyyətlərini düzgün qiymətləndirməlidir. Müəllim şagirdin öyrənmə tərzini, marağını, intellektini nəzərə almalıdır. Müəllim şagirdin düşüncə tərzini dəyişməyə təşəbbüs göstərməlidir, yaxşı mənada. Müəllim şagirdlə əməkdaşlıq etməlidir, onun problemlərini dinləməlidir, onu aradan qaldırmaq üçün tədbir görməlidir. Müəllim şagirdin yanlış davranışını aradan qaldırmaq üçün səy göstərməlidir və müəllim şagirdi bəzən lazım olduğu təqdirdə müstəqil öyrənməyə sövq etməlidir və s. Yəni bu pedaqoji yanaşma deyəndə burada biz 1, 2, 3, 4 cümlədən ibarət sözlər deyə bilmərik. Pedaqoji yanaşma odur ki, burada müəllimin doğru fəaliyyətini istəyir. Hal-hazırda biz sualda nə gördük? Bəli, müəllim heterogen sinif yaradıb, burada əla, heç bir problem yoxdur və müəllim uşaqlara uyğun şərait yaradıb. Amma buna baxmayaraq, yenə də diqqətdən kənarda qalan uşaqlar var. Deməli, biz artıq avtomatik burada müəllimin uşaqları düzgün müşahidə etməməsini görürük. Yəni, heterogen qrup yaratdı, nəsə etməyə çalışdı, diferensiyanı təmin etdi, amma o diferensiyanı düzgün yaratmadı. Başa düşdünüz? Diferensiyanı qurmaqda problem yaşayıb. Aha, çünki məsələn biz diferensiyanı quranda deyirik ki, burada 3 məsələ lazımdır da. Şagirdin öyrənmə tərzi, şagirdin marağı, tələbatı, şagirdin hazırlıq səviyyəsi. Bunlar mütləq şəkildə lazımdır. Yəni şagirdin burada emosional vəziyyəti də hətta müəllimin diqqətində olmalıdır. Müəllim şagirdlərin ümumi maraq dairəsinə yönəlməsi bütün şagirdlərin uğurlu öyrənməsini təmin edə bilər. Ümumi maraq dairəsinə yönəlmək və bu uşaqları uğurlu olması bu düzgün yanaşma deyil. Yəni, mən bunu etsəm belə, yenə də yuxarıdakı problem yaşanardı. Belə düşünün. B variantına baxaq. Sinifdə inklüziv mühitin formalaşması üçün müəllim müxtəlif tədris üsullarından istifadə etməli, şagirdlərin emosional və sosial ehtiyaclarını nəzərə almalıdır. Aha, indi mən sizə sual verirəm. B variantını etsəydim, yuxarıdakı situasiya doğru olardımı? Bəli, olardı. Yəni, mən diferensial təlimi yaratmışam, inklüzivliyi qurmuşam. Amma yenə də orada şagirdlərin affektiv fəaliyyətini də mən nəzərə almalıydım. Şagirdin emosional və sosial ehtiyacını da nəzərə almalıydım. Diferensiyanı quranda bunu biraz nəzərdən qaçırmışam. Yəni B variantını əgər mən həyata keçirsəydim, yuxarıdakı problem yaşanmayacaqdı. Başa düşdünüz? Doğru variant B kimi olmalıydı. Yuxarıda da deyilməli idi ki, müəllim şagirdə elə bir mühit yaradır ki, bu mühit şagird üçün əl çatandır. Müəllim şagirdləri həm emosional cəhətdən, həm onların sosial cəhətdən adaptasiya etməyi bacarır. Davam edirəm. Dərs zamanı şagirdlər arasında yaranan münaqişə zamanı müəllim onların kobud davranışlarını müşahidə edir və problemi birbaşa cəza ilə deyil, konstruktiv yol ilə həll etmək qərarına gəlir. O şagirdlərə münaqişələrin sülh yolu ilə həlli haqqında maarifləndirici video göstərir. Müəllimin bu davranışı aşağıdakılardan hansına ən uyğun pedaqoji yanaşmadır? İndi gəlin yenə də baxaq. Uşaqların davranışında problem var idi. Müəllim nə etdi?
onlara video göstərdi. Biz bilirik ki, müəllim şagirdin davranışını dəyişmək üçün öyrəndiyimiz nəzəriyyələrdən, məsələn, seçim nəzəriyyəsidir, behaviorizm nəzəriyyəsidir, sosial intizam modelidir, əməkdaşlıq proaktiv hallardır, daha sonra Banduranın sosial öyrənmə nəzəriyyəsidir. Bunlar davranışla bağlı nəzəriyyələrdir. Məsələn, Gardnerdir, Piagetdir, Vygotsky'dir, Dweck'dir. Bunlar bəzən öyrənmə ilə bağlı nəzəriyyə kimi götürülür. Amma davranışla bağlı şagirdin artıq problemi olsa, biz ya seçim, ya behaviorizm, ya sosial öyrənmə və s. bu nəzəriyyələrə müraciət etməliyik. İndi müəllim şagirdə video göstərdisə, biz də öyrəndiyimiz nəzəriyyələrdən bilirik ki, müəllimin şagirdə video göstərməsi Bandura nəzəriyyəsidir. Sosial öyrənmə nəzəriyyəsi. İndi gəlin görək, bu Bandura nəzəriyyəsini yadımıza salaq. Orada nə var idi? Müşahidə əsaslı öyrənmə var idi. Yəni müəllim hansı uşağın davranışını dəyişmək istəyirsə, bunu kiminsə üzərində uşağa göstərirdi və qarşıdakı uşağa da aydın olurdu. Məsələn, bəzən müəllimlər sual verir ki, behaviorizm nəzəriyyəsi ilə Banduranın fərqi nə oldu ki, ikisində də cəza da var, mükafat da var. Behaviorizmdə birbaşa uşağı edirsən, amma Bandura kiminsə üzərində göstərilməsinin tərəfdarı idi. Müşahidə edəndə daha yaxşı öyrənmənin tərəfdarı idi Bandura. İndi biz variantlarda Bandura nəzəriyyəsinə aid bir cavab axtarmalıyıq. Şagirdin partanı və dəftəri cızması arasında yatan səbəbləri araşdıran müəllim onunla fərdi söhbət aparır və problemin həll yolunu birgə araşdırır. Məsələn, A variantında əməkdaşlıq proaktiv hallar nəzəriyyəsini görə bilərik daha çox, çünki orada müəllim bunun səbəbini araşdırır və onunla birlikdə həll yolu tapmağa çalışır. Şagird təqdimat zamanı həyəcanlanır, təqdimatını yarıda saxlayır. Müəllim ona bu emosiyaların səbəbini araşdırmaq üçün suallar verir. Bu da intellektlə bağlı bir problemdir. Yəni B variantında Daniel Goleman'ı biz görürük. Sinifi təmizliyinə əməl etməyən şagirdə mənfi davranışı azaltmaq üçün müəllim müsbət cəzalardan istifadə edir. Bu da behaviorizm nəzəriyyəsidir. C variantından da keçirik. Olimpiyadada uğur qazanan şagirdlər mükafatlandırıldıqda, digər şagirdlər də belə yarışlarda iştirak etməyə həvəslənir. Baxın, D variantı doğru variantımızdır. Müşahidə yolu ilə uşaq gördü ki, kimsə yarışda qalib gəlir, mükafat alır və avtomatik həmin uşaq da həvəslənəcək ki, qoy mən də edim, mənə də mükafat versinlər. Yəni Bandura nəzəriyyəsində cəza və mükafatdan istifadə olunurdu. Amma yenə də deyirəm, bunu yadda saxlayın ki, bu kimisə müşahidə etmək üçün aparılır. Yəni kiminsə müşahidəsi üçün aparılır. Kiminsə üzərində nəyisə öyrətmək istəyirsənsə, kiminsə üzərində edirsən, qarşındakı insan da öyrənir. Davam edirəm. Sinifin effektiv idarə edilməsi strategiyalarına aid deyil. Biz bilirik ki, sinifi düzgün idarə etmək üçün prosedurlardır, qaydalardır, gözləntilərdir, sinif konfliktlərinin həll edilməsidir, müəllimin xüsusi növ strategiyalardır ki, bu üstünlük təşkil etməlidir. Şagirdlər üçün şagird, müəllim, şagird əməkdaşlığına əsaslanan öyrənmə mühiti qurulur. Bəli, doğrudur. Yəni, sinifi effektiv idarə edəndə öyrənmə prosesi sinifdə daha çox olur. Məqsədə çatmaq üçün istifadə olunan fəaliyyətlər zamanı şagirdin diqqəti yayınmır. Bəli, sinif əgər düzgün idarə olunursa, nizam-intizam pozuntusu az yaşanır sinifdə. Şagirdlərin, xüsusən də davranışında problem olan şagirdlərin təlimə marağı artırmaq üçün çoxçeşidli strategiyalardan istifadə edilir. Bəli, C variantı da doğrudur. Baxın, əgər desəydi ki, bu sinifin idarə edilməsi yalnız mənfi davranışı olan şagirdlər üçündür, biz bunu da yanlış götürərdik. Müəllim mövzunun daha yaxşı mənimsənilməsi üçün mürəkkəb anlayışların izahında müxtəlif vizual və didaktik materiallardan istifadə edir. Baxın, D variantının sinifin idarə edilməsi ilə əlaqəsi yoxdur. D variantı mənim fasilitatorluğumun göstəricisidir. Mən burada doğru fasilitatorluq etdim. Amma sinifin idarə edilməsi başqa məsələdir. Burada müəllimin səriştəsi, dərs ərzində sinifi idarə etmək səriştəsindən bəhs edirik. Yəni, mənim situasiyamda demədim, müəllim necə yaxşı dərs keçə bilər. Əgər desəydi, mən D variantını düzgün götürərdim. Başa düşdünüz? Mən bugün dərsi müxtəlif üsullarla keçirəmsə, bu sinifin idarə etməsi yox.
şagirdin öyrənməsini təmin edən strategiyadır. D variantı yanlış variantdır. Davam edirəm. Müəllim hekayənin baş qəhrəmanı haqqında şagirdlərə yazı tapşırığı verir. Şagirdlər yazılarında obrazın xarici görünüşü, fəaliyyəti, hadisələrdəki rolunu ətraflı təsvir etsələr də, onun daxili hisslərini, psixoloji vəziyyətini təsvir edə bilmirlər. Müəllim bu problemi aradan qaldırmaq üçün nə etməlidir? Baxın, diqqətli olun. Müəllim şagirdə qəhrəman haqqında yazı tapşırığı verir. Uşaqlar obrazın xarici görünüşünü, qələmimi götürün. Uşaqlar obrazın xarici görünüşünü təsvir etdi, fəaliyyətini təsvir etdi, hadisələrdəki rolunu da təsvir etdi, amma onun emosional hisslərini təsvir edə bilmədi. İndi müəllim nə etməlidir? Görünür şagirdlərin məntiqi təfəkkürü zəif inkişaf edib. Bax, burada əgər hissləri biz ifadə edə bilmiriksə, məntiqi yox, tənqidi təfəkkürdə problem var. B variantına baxırıq. Müəllim şagirdlərə yaradıcı yazı bacarıqlarını təkmilləşdirmək üçün fərdi tapşırıq verməlidir. Burada yaratmaqdan söhbət belə getmədi. Fərdi bacarıq deyil, yaratmaq biz bunu götürə bilmərik. Çünki şagirdin təxəyyülünü inkişaf etdirməməlidir. Müəllim burada şagirdin məsələn emosional intellektini, empati hisslərini, tənqidi təfəkkürünü inkişaf etdirməlidir. Müəllim şagirdlərdən obrazın xüsusiyyətlərini və məlumatlarını daha geniş və ətraflı yazmaları üçün əvvəlcə açar sözlərdən nümunə verməlidir. Baxın, obrazın xüsusiyyətlərini yazıb da şagird. Bu çaşdırıcıdır C variantı. Mən obrazın belə deyim də, obrazı təsvir etməkdə problem yaşamamışam ki, onun hisslərini, daxili hisslərini deməkdə problem yaşamışam. Ona görə də bizim C variantımıza səhvdir. Müəllim şagirdlərə hissləri ifadə edən söz siyasi təqdim edəcək və deyəcək ki, həmin sözlərdən istifadə edin, yazınızı tamamlayın. Bu da doğru addım deyil, doğru yanaşma deyil. Müəllim şagirdin tənqidi təfəkkürünü formalaşdırmalıdır. Müəyyən şagirdlərlə birlikdə obrazları müəyyən situasiyalarda onların nə hiss edə biləcəklərini müzakirə etməlidir. Y variantı doğrudur. Yəni, obrazların hisslərini müəllim burada şagirdlərə bildirməlidir. Daha doğrusu öyrətməlidir. Nə hiss etdiklərini. Yanlış fikri müəyyən edin. Qəbula düşmüş planlama sualıdır. Yəni, planlamadan mütləq bir sual qəbula düşəcək. Gəlin baxaq. Planlamada müasir yanaşma kimi geriyə planlamadan istifadə olunur. Düzdür, 3 məsələ burada öz əksini tapır. Perspektiv planlama zamanı fənnin bir tədris ilinin sonu üçün nəzərdə tutulan təlim nəticələrinə istinad olunur. Bəli, bir ilin təlim nəticələri əsasdır. Dərsin məqsədi mövzuya əsasən müəyyən olunur və sonra alt standartları seçərək planlama edirik. Xeyr, dərsin mövzusu, dərsin məqsədi mövzuya yox, alt standarta görə müəyyən olunur. Bizim C variantımız səhv oldu. Amma digər variantlara da baxaq, çünki bu qəbul sualıdır. Bir dəqiqə D-yə də baxaq. Dərs zamanı məqsədlə uzlaşmayan fəaliyyətlərdən istifadə etmək olmaz. Bəli, olmaz. Məqsədə uyğun olmalıdır. Müəllimin qiymətləndirilməsi də müəllimin öyrənmə fəaliyyətidir. Dərsin təlim nəticəsi əsasında müəllim meyar hazırlamalıdır. Bu da doğrudur. Bayaq yuxarıda qeyd etdiyimi 3 məsələ. Geriyə planlamada 3 əsas məsələ var. Birinci gəlir təlim nəticəsi. Sonra gəlir qiymətləndirmə, ikinci əsas məsələ. Üçüncü əsas məsələ də öyrənmə fəaliyyətidir. Öyrənmə fəaliyyəti müəllimin istifadə etdiyi iş üsulu, iş formasıdır. Yadda saxlayın. Və bunlar bir-birinə bağlıdır. Məsələn, qiymətləndirmə və təlim nəticələri birbaşa xidmət etməlidir məqsədə. Məqsəd nədirsə, meyarım ona uyğun olmalıdır. Məqsəd nədirsə, iş üsulu, iş formam ona uyğun olmalıdır. Məqsəd ana xəttdir. Yadda saxlayın. Davam edirəm. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Gəlin baxaq. Deməli, uyğunluq deyirsə, doğruda, düzü, yanlışda da səhv tapırıq. Söz analizi aparmaq, söz ehtiyatını artırmaq üçün istifadə olunur. Bəli, Freyer modelidir. Yadımıza salaq, Freyer modeli necə olurdu? Ortada bir anlayış yazırdı müəllim. Bu anlayışın əvvəlcə tərifini, sonra xüsusiyyətlərini, sonra nümunəsini, sonra da qeyri-nümunələri şagird yazmalıydı. Ona görə deyirik, şagirdin söz ehtiyatını artırır.
Bu strategiya mətnin yaxın analizinə əsaslandığı üçün burada müzakirə və interpretasiya üçün çoxlu əsas verən bir mətn lazımdır. Bu Sokrat dialoqu imtahana tez-tez düşür. Bunu qeyd edərsiniz. Deməli, içini götürmürük. Sinektika deyil bu. Həm şagirdlər düşüncələrini siniflə bölüşəcək, həm də onlar dərs zamanı hərəkət edə biləcəklər. Sinif künclərdir, yəni səhv deyil, götürmürəm. Bu texnika şagirdlərdə qrup şəklində işləməyə, tədricən öz biliklərini qurmağa imkan verir. Şagirdlər bu fəaliyyətə sualları cavablandıran və ya fikirlərini bölüşən fərdlər kimi başlayırlar. Təbii ki, bu da Sokrat dialoquna yox, Qartopas üsuluna aiddir. Ona görə 4 də yanlış olur, 1 və 4 bizim düzgün cavabımız olur. Davam edirəm. 10-cu sual. Siz müəllim olaraq dərsdə fəal iştirak etməyən və sinif yoldaşları ilə ünsiyyətdən yayınan bir şagird müşahidə edirsiniz. Bu şagird ümumiyyətlə son zamanlar tapşırıqları yerinə yetirmir, sakit və qapalı davranışlara göstərir hərəkətlərində və siz istəyirsiniz ki, onun bu davranışını aradan qaldırasınız, mənfi təsir etməsin. Bu hərəkətlər onun davranışına mənfi təsir etməsin. Bu vəziyyətdə necə davranmaq lazımdır? Gəlin baxaq. Şagirdlə fərdi söhbət aparıb davranışlarının səbəbini anlamağa çalışar, dəstəyə ehtiyacı olub-olmadığını müəyyən edərsiniz. Bəli, A variantı doğru variantdır. Yəni, şagirdin dəstəyə ehtiyacı varmı, yoxmu, onu müşahidə edə bilərəm. Amma problemi birbaşa psixoloqa yönəltmək, şagirdi daha fəal və ünsiyyətçil bir şagirdə eyni partada əyləşdirmək düzgün addım deyil. Şagirdin davranışını müşahidə etməyə davam edərəm, müvəqqəti ola biləcəyini düşünərəm və əgər problem artsa valideynlə əlaqə saxlayaram. D variantı da doğru yanaşma deyil. Çünki artıq orada deyir ki, uzun müddətdir ki, bu proses davam edir. Yəni, artıq uzun müddət davam edib də bundan sonra da baxmağın bir mənası yoxdur. O şagirdlə danışıb problemin səbəbini öyrənmək lazımdır. Davam edirəm. Deməli, qərarlar ağacı və qızıl dairə bizim sualımızdır. Gəlin baxaq. Komanda işinə hörmət qərarlar ağacında var, biri götürürəm. Qərarlar ağacının aşağısında yazılan ifadələrdən hansı ona uyğundursa götürürəm. Düzgün nəticə çıxarmaq bacarığı formalaşır. Bunu hələlik saxlayaq. Ortada qızıl dairə və qərarlar ağacının hər ikisinə aid olanını götürməliyəm. Beyin həmləsi texnikasından istifadə olunur. Qərarlar ağacında olunur, amma qızıl dairədə yox. İnformasiyanı qəbul etmə və ötürmə bacarığı formalaşır. Bu da qızıl dairədə ola bilər, amma qərarlar ağacında yoxdur. Təklif olunan problemin hər yollarından ən səmərəli olanı seçilir. Bu qərarlar ağacına aiddir, qızıl dairəyə aid deyil. Qızıl dairənin aşağısında ona aid olanları götürməliyəm. İdeyaları qruplaşdırmaq və problemi daha sistemli həll etməyə kömək edir. Bəli, altını götürə bilərik. Deməli, 1, 2, 6-nı götürdük biz burada. Y variantı. Çünki qərarlar ağacında sonda o bir neçə həll yolu, sonra 3 yoldan birini götürürsən, birini əsaslandırırsan, bu elə düzgün nəticə çıxartmağa kömək edir. 1, 3, 6. Deməli, davam edirəm. Müəllim şagirdlərə layihə üzərində cütlər və ya qruplar şəklində işləməyə tapşırıq verir. Müəllim fəaliyyət zamanı deməli, problem yaşanmasın deyə əvvəlcədən qiymətləndirmə rubrikini təqdim edir. Onların bərabər iştirakını nəzərdə tutulan və hər bir şagirdin töhfəsinin vacib olduğunu vurğulayan tapşırıqlar hazırlayır. Müəllimin bu addımı hansı yanaşma ilə uyğunluq təşkil edir? Gəlin bir daha baxaq. Müəllim həm cüt işi verir, həm qruplarla iş verir. Problem yaşanmasın deyə əvvəlcədən rubriki təmin edir şagirdlərə. Hər bir şagird əməkdaşlıq etsin deyə onları işə sövq edir. Yəni, fasilitator müəllimə aid bütün bacarıqları müəllim burada yerinə yetirdi. Müəllim dərs zamanı dövlətin, cəmiyyətin və şagirdlərin tələb və marağını nəzərə alır. Bax, bizim A variantımız deyil burada. Çünki yuxarıda söhbət
bacarıq formalaşdırmaqdan getmədi. Müəllim müzakirə zamanı müsbət təhlükəsiz sinif yaratması, sağlam müəllim-şagird münasibətlərinin qurulması üçün vacibdir. Əslində müzakirə zamanı əgər müəllim şagirdlər arasında bu təkcə əməkdaşlığa baxsa və təkcə şagirdlərin bir-biri ilə münasibətinə baxsa, mən B variantını götürərəm. Amma mən fasilitator müəllimi axtarmalıyam variantlarımda. Müəllim şagirdlərə verdiyi problemli situasiyanı ətraflı tədqiq etmələri üçün onlara şərait yaradır və onların potensialını üzə çıxartmasına kömək edir. Bu da məsələn Piaget nəzəriyyəsinin biz C variantında gördük. Ona görə bunu da götürmürük. Müəllim şagirdlərə mətni oxumazdan əvvəl əsas ideyanı izah edir, açar anlayışları lövhəyə qeyd edir və sonra şagirdlərə məqalənin detalları üzərində işləməyi tapşırır. Baxın əziz müəllimlər, D variantı bizim doğru variantımızdır. Açar anlayışları müəllimin qeyd etməsi və sonra şagirdlərə məqalənin detalları üzərində işləməyi tapşırır. Yəni fasilitator müəllim, şagirdə kömək edən müəllim D variantındadır. Baxaq Y variantı niyə olmur? Müəllim sıxlıq mövzusunu keçərkən şagirdlərə düsturu verməmişdən əvvəl müxtəlif materialdan hazırlanmış əşyaları suya salmağı və müşahidə aparıb nəticəyə gəlmələrinə kömək edir. Bax, bu da Piaget nəzəriyyəsidir. Yəni, həm C variantında, həm də biz Y variantında Piaget'e aid olan yanaşmanı gördük. Yəni, bizə əgər yuxarıda situasiyada şagirdin müstəqil öyrənməsinə aid bir tapşırıq görsəydik, onda ya C ya da Y variantını götürərdik. Əgər desəydik ki, müəllim müstəqil şəkildə şagirdin öyrənməsini təmin etmək istəyir, buna görə də ona maraqlı bir mühit yaratmağa çalışır, o zaman mən artıq fasilitator müəllimi yox, şagirdi müstəqil öyrənməyə sövq edən müəllimi axtarmalıydım cavablarda. Davam edirəm. 13-cü sual. Müəllim dərsi keçdikdən sonra şagirdlərin öyrənməsini təmin etmək üçün məqsədə uyğun suallar hazırlayır. Bəzi şagirdlər suala düzgün cavab vermir və müəllim də əks əlaqə qurmadan dərsi davam etdirir. Nəticədə öyrənmə prosesi natamam olur. Baxın, hansı pedaqoji yanaşmaya ziddir? Gəlin özümüz birinci, burada nə doğru olmadı, onu tapaq. Ondan sonra gedək variantları axtaraq və düzgün cavabımızı tapaq. Müəllim şagirdlərin suallarına cavab vermədi, səhv suallarına. Yəni, müəllim burada şagirdlərlə əks əlaqə qurmadı, şagirdin səhv bildiyinə aydınlıq gətirmədi, bunun üçün bir iş görmədi. Gəlin variantlara baxaq. Formativ qiymətləndirmə təlim prosesinin ayrılmaz hissəsidir. Müəllim öyrənməni təmin etmək üçün meyarlara, məqsədə xidmət etməsinə çalışmalıdır. Bunun mənim situasiyamla əlaqəsi yoxdur. Mənim situasiyamda mən elə bir müəllim tapmalıyam ki, o şagirdlə konstruktiv əks əlaqə qursun. Təlim zamanı edilən səhvlər inkişaf üçün zəmin kimi nəzərə alınmalıdır və müəllim əsas mövzunu nümunələrlə hər kəsin anlamasını təmin edəcək formada yenidən izah edib tapşırıq verməlidir. Deməli, əsas müəllim mövzunun nümunələrlə hər kəsin anlamasını təmin edəcək formada yenidən izah edib tapşırıq verməlidir. Bu doğru ola bilər, amma bunu hələ ki saxlayaq müəllimlər. O biri variantlara da baxaq. Müəllim şagirdin fərdi ehtiyacını nəzərə alır, izahı ümumi sinif üçün eyni şəkildə təqdim etmir. Baxın, fərdi ehtiyaclarını müəllim nəzərə alır və sinif üçün eyni şəkildə təqdim etmir. C-yə də hələlik biraz çıx işarəsi qoyaq və eyləncə yaxın variantlardır. Amma səbəbini deyəcəm hansı variant, niyə olmur. Müəllim şagirdlərin verdiyi cavablarını müşahidə edərək nəticələri təhlil etməlidir, növbəti addımı planlamalıdır. Bu mənim işimi düzəldərmi yuxarıdakı situasiyanı? Təbii ki, yox. Ona görə D-nin üstündən xətt çəkirəm. Müəllim formativ qiymətləndirmə zamanı müəyyən etdiyi səhvləri düzəltmək üçün əlavə tapşırıq verməlidir. Əlavə tapşırıq, axı bu uşağa nəsə mən etməliyəm və Y variantı da səhvdir. Gəlin, indi bir daha qaydaq situasiyamıza baxaq. Müəllim öyrənməni təmin etmək üçün suallar hazırlayır. Deməli, bəzi şagirdlər suala düzgün cavab verə bilmir, amma buna baxmayaraq müəllim həmin şagirdlərlə əks əlaqə qurmur. Burada da B variantına mənə deyir ki, müəllim mövzunu bir dəfə də izah etməlidir. Müəllim yadda saxlayan əvvəlcədən işini elə qurmalıdır ki, mövzunun ikinci dəfə izahına ehtiyac olmamalıdır dərsdə. Ümumiyyətlə, bu heç doğru bir addım da deyil. 45 dəqiqə ərzində mən 2 dəfə dərsi necə izah edə bilərəm?
Deməli, bizim doğru variantımız olacaq C variantı. Müəllim uşaqlara əvvəlcədən fərdi ehtiyacını nəzərə almalıydı və anlayışı müxtəlif yollarla uşaqlara çatdırmalıydı. Başa düşdünüz müəllimlər, C variantı nəyə görə olur? B variantını mən ona görə götürmürəm ki, B variantında deyir ki, müəllim mövzunu gəlib izah eləməlidir yenidən, amma izah eləməməlidir axı. Yəni o mövzuya əvvəldən elə yanaşmaq lazımdır ki, təkrar izaha ehtiyac qalmasın. Çünki 45 dəqiqə ərzində mən onu çatdıra bilmərəm. Davam edirəm. Deməli, şagirdin necə öyrənməsi, nə öyrəndiyindən daha önəmlidir. Eyni mövzu müxtəlif şagirdlərə təqdim edilərkən fərqli nəticələrə gəlmək mümkündür. Şagirdin necə öyrənməsi, nə öyrəndiyindən daha önəmlidir. Bunu kim deyirdi? Robert Gani. Öyrənmənin şərtləri. Davam edirəm. Uyğunluğu müəyyən edin. Deməli, metakognitiv bacarıqlardan verilən bir sualdır. Şagird oxuduğu mövzunu başa düşmədiyini anlayır, oxuduğunu dayandırır və mən burada çətinlik çəkdim sualını özünə verir. Şagird imtahan zamanı sualı səhv anladığını fərq edib, cavab vermə üsulunu dəyişir. Baxın, vəziyyətə uyğun strategiyamı dəyişirəmsə, bu özünü tənzimləmədir, düzdür? B variantı. Şagird tapşırığı bitirdikdən sonra cavablarını düzgün meyarlara əsasən yoxlayır. Meyarlara əsasən öz fəaliyyətini yoxlamaq qiymətləndirmədir. Bu da olacaq A. Deməli, bir də olacaq monitoring. Mən burada çətinlik çəkdimmi sualını özünə verir. Yəni, öz işini müşahidə edir, öz işinə baxır, özünü monitoring. Deməli, bir olacaq, deməli, C variantı, 1C, 2 olacaq B, 3 də olacaq A. B variantı deyəsən düz gəlir. Bir dəfə də baxın. Deməli, mövzunu başa düşmür. Bu olacaq özünü monitoring. İmtahan zamanı sualın səhv olduğunu fərq edib üsulunu dəyişir. Olacaq 2B. Bəli, düzdür. B variantıdır. Müəllim şagirdləri tarix muzeyinə ekskursiya aparır və muzeydə uşaqlar qədim döyüş səhnəsini əks etdirən interaktiv video görürlər. Videoda qəhrəman obrazı cəsarətli və lider kimi təqdim olunur. Ekskursiyadan sonra müəllim müşahidə edir ki, bəzi şagirdlər sinifdə oyun zamanı həmin qəhrəmanın davranışlarını təqlid edir. Onun danışıq tərzini, hərəkətlərini modelləşdirir. İndi baxın, deyir, aşağıdakı suallardan biri, cavablardan biri situasiya ilə uyğunluq təşkil etmir. Burada məsələ nədir? Müəllim şagirdi tarix muzeyinə aparırsa, orada döyüş səhnələri uşaqlar görür və bu döyüş səhnələrinin hərəkətlərində başlayırlar göstərməyə. Bu Banduranın sosial öyrənmə nəzəriyyəsidir. Yadda saxlayın. Baxın, bəzən müəllimlər deyir ki, nəzəriyyələrdən sual düşməmişdir. Bəli, burada Banduranın adı olmasa da, amma biz artıq suala baxan kimi görürük ki, bu Bandura nəzəriyyəsi. Çünki müşahidə əsaslı öyrənmə var burada. Fərq yoxdur ki, burada mütləq o nəzəriyyənin adı verilməlidir. Biz artıq şagirdin nəyisə müşahidə edərək öyrəndiyini gördük. İndi variantlardan biri müşahidə yolu ilə öyrənmə olmayacaq. Şagird dərsdə iştirak etdiyi fəaliyyətin məqsədini düşünür, analiz edir və davranışını məqsədə uyğun şəkildə dəyişir. Deməli, A variantı hələlik qalsın. Çünki burada A variantı uyğun gəlmədi. Sinifdə müəllim qaydalara əməl etməyən bir şagirdi tərifləyir. Digər şagirdlər də oxşar davranış göstərirlər. B variantı müşahidə əsaslı öyrənmədir. Uşaq televizorda və yaxud da hər hansı bir sevimli qəhrəmanın fədakar davranışlarını izləyir. Onun davranışlarını hərəkətində göstərir. Bu da müşahidə əsaslı öyrənmədir. Dərs zamanı şagird sinif qaydasını pozaraq icazəsiz danışır. Müəllim həmin şagirdə xəbərdarlıq etmədən dərsi davam etdirir. Növbəti dərslərdə müəllim bəzi şagirdlərin də eyni davranış sərgilədiyini görür. Bu da müşahidə əsaslı öyrənmədir. Yəni, müəllim birinə demədisə, o biri uşaqlar da artıq başlayır o hərəkəti təkrar etməyə. Yəni, Bandura da bunu deyirdi. Deyirdi ki, siz hansısa bir davranış
cəzasız qalanda artıq o biri uşaqlar da bunu hərəkətlərində göstərəcəklər. Bir şagird digər sinif yoldaşının ev tapşırığı zamanı mükafat aldığını görür və ev tapşırıqlarını vaxtında etməyə çağırır. Bu da müşahidə əsaslı öyrənmədir. Burada bircə bizim səhvimiz A variantıdır. Görürsünüz, A variantında müşahidə yoxdur. Şagird öz fəaliyyəti barədə düşünür, onu analiz edir. Yəni müşahidə harda oldu A variantında? Banduranı biz A variantında görmədik. Davam edirəm növbəti 17-ci sualla. Müəllim dərs zamanı şagirdlərin tənqidi təfəkkürlərini və arqument bacarıqlarını inkişaf etdirmək üçün akvarium üsulundan istifadə edir. Bəzi şagirdlər fikirlərinin qəbul olunmamasından narahatdırlar və ona görə də müzakirəyə qoşulmurlar. İndi deyir, müəllim hansı yanaşmanı seçməlidir ki, bu problem həll olunsun. Müəllim hər bir üsulun bütün şagirdlər tərəfindən yerinə yetirilə biləcək səviyyədə olmadığını nəzərə alıb, müzakirəyə maraq göstərməyən uşaqları fərdi tapşırığa yönətməlidir. A variantı bizim səhv variantımızdır. Düzdür, mən bunu müəyyən müddət edə bilərəm, amma bu çarə deyil də. Desəydi ki, bizə əvvəlcə fərdi tapşırıqdan başlayıb, sonra yavaş-yavaş cüt, yavaş-yavaş qrup, yavaş-yavaş kollektivə öyrəşdirir müəllim, mənim o variantım doğru olardı. Müəllim birinci özünə güvənən və arqument bacarığı yüksək olan şagirdləri dairəyə yerləşdirir və addım-addım digərlərinə müşahidəçi rolu verir. Müzakirənin keyfiyyəti zəifləməsin. Bu da şagirddə artıq müəllimlər, belə deyim də, məndən güclülər birinci getsin danışsın, zəiflər kənarda qalsın. O biraz doğru yanaşma deyil. Müzakirə prosesində fikir ayrılığının qarşısını almaq üçün müzakirəni müəllim yönləndirir. Şagirdlərin bir-birini fikrini təksib etməsinə şərait yaratmır. Müəllim yönləndirir, müəllim idarə edir. Bu da biraz doğru yanaşma deyil. Şagirdlərin prosesi doğru anlaması və müxtəlif situasiyalarda özlərini ifadə etməyə alışması üçün əvvəlcə prosesin simulyasiyasını təşkil edir. Bəli, D variantı doğrudur. Yəni, əvvəlcə özünü ifadə etməyə müəllim uşaqlara şərait yaradır. Ondan sonra başlayır müəllim şagirdləri qrup işinə və yaxud da müzakirəyə cəlb etməyə. Müəllim şagirdlərə əyləncəli smayliklər paylayır və bir mətn oxuyur. Deyir ki, mətndə obrazın mənəvi vəziyyətini, keçirdiyi hissləri təsəvvür edin. Bu bilirsiniz nə deməkdir? İmtahana qəbula düşmüş sualdır. Bizdən qo olmanı istəyir, emosional intellekti qo olmanı istəyir. Müəllimlər, yəni, bax bu obraz, bu hissi keçirdi. Sən onu gərək anlayasan ki, onu başa düşəsən ki, həmin smayki göstərəsən də düzdür. Yəni, bu empatiya bacarığı, sosial məlumatlılıq bacarığının insanda olmasıdır. Yəni, sosial məlumatlılıq olsa, sən kiminsə keçirdiyi hissləri anlayacaqsan. Davam edirəm. 19 və qəbul sualıdır. Sinifin idarə edilməsi ilə bağlı verilənlərdən biri doğru deyil. Şagirdlərin sinif prosedurlarını əməl etməsi, onların yoldaşları ilə davranışının tənzimlənməsi üçün bir faktordur. Deməli, sinif prosedurlarına əməl etməsi, onların yoldaşları ilə davranışının tənzimlənməsinə. Müəllimlər, yadda saxlayın, bunu mən qeyd edim burada. Əgər şagirdin davranışını tənzimləmək istəyiriksə, biz qaydalar qoymalıyıq. Yəni, ona görə belə A variantı səhvdir. Amma digər ilk gündən prosedur qaydanın qoyulması, yanlış davranışının nəticələri haqqında şagirdi məlumatlandırmaq, sinif prosedurlarını yerinə yetirəndə müəllimin israrlı olması və s. Bunlar, bəli, sinifin idarə edilməsində doğru addımlardır. Amma şagirdin davranışı ilə bağlı artıq mən qayda qoymalıyam, prosedur yox. Və 20-ci suala baxaq. Müəllim şagirdlərə mövzu ilə bağlı müzakirə aparmaq üçün müxtəlif mənbələri araşdırmağı verir. Şagirdlərin alternativ mənbələri müəyyən etməkdə çətinlik çəkdiyini görən müəllim İndi nöqtələrin yerinə nə yazılmalıdır? Yəni, burada fasilitatorluq edən bir müəllim görməliyik biz, çünki uşaqlar çətinlik çəkir. Müəllim etibarlı mənbələrin meyarlarını izah edir, nümunə üzərində təhlil aparır. Ola bilər, bizdən amma səhvi istəyir. Baxın, A düzdür. Müəllim şagirdlərə açar sözlər üzrə axtarış strategiyalarını göstərir və bir neçə alternativ mənbə verir. Baxın, bir mənbə versəydi səhv olardı cavabımız. Burada diqqətli olun. B də düzdür.
Müəllim şagirdlərin çətinlik çəkdiyini görərək lazım olan mənbəni müəyyən edir, onlara təqdim edir. Baxın, belə bu cavabımız səhvdir. Çünki müəllim mənbəni təqdim etməməlidir. Bir mənbəni yox, bir neçə mənbə təqdim etməlidir. Belə əziz müəllimlər, deməli sualların izahı bitdi. Səsimə görə sizdən üzr istəyirəm. Deməli, səsimdə problem olsa da istədim ki, testin izahını özüm bir-bir sizə variantlarla izah edim ki, qəbula az bir vaxt qalıb, bu az vaxtda daha gözəl, daha sistemli şəkildə hazırlaşmış olasınız. Hər birinizə uğurlar, inşallah Allah əziyyətinizi yerdə qoymaz və hər biriniz istədiyiniz yerdə müəllim olaraq çalışa biləsiniz. Sağ olun, görüşərik.